Sizlere uzun ömür, can sağlığı arzulayıram. 73 yaşında. Deyirlər cavan qalmısan. Vallahi seri sadədir. İnsan bəzən yaşdan yox, əsərdən qocalır. Ömrüm boyu nə siqaret çəkmişəm, içkidən də uzaq olmuşam. Amma bir şeyi də öyrənmişəm. İnsanı təkcə pis vərdişlər qocaltmır. Hövsələsiz olsan, tez qocalarsan. Gündə yarım saat təmiz hava alıram. Sonra evə gedəndə yolumu qonşu ova marketdən sarıram. Bugün də bir yaxşı xəbər eşitdim. Qaçı kampaniyası var. Pensiya alanlara xüsusi endirimlər edirlər. Allah, belə xəbərlər adamı ürəyini açır. Babaya biraz da enerji verir. Üstəlik, mobil tətbiqi oxudursan, növbəsi kassadan da istifadə edirsən. Da bundan da yaxşı. Mənim günümdə sadə keçir. Biraz hərəkət, biraz iş güc. Amma bu yaşda başa düşürsən ki, həyatın ən böyük dərsi səbirdir. Məsuliyyətli yerdə işləyirəm. Bu dəqiqə rahat iş yoxdur. Hamıda çətinlik də olur, yorulur da. Amma insan əsəbləşməsə, səbir etsə, hər şey yavaş-yavaş öz yolunu tutar. Sükan arxasında da belədir. Tələsmək heç vaxt xeyir gətirmir. Səbir eləyəndə həm yol rahat olur, həm də ürək. Çoxu deyir, baba bütün günü evdə yemək yazılır. Bax, təkcə buna hövsələm yoxdur. Gəlinimin əlinin dadı, pişirdiyi yeməklər, mən pişirdiyim yeməklərdən 100 dəfə dadlıdır. Bir şeyi unutmayaq. Əsəb insanı tez qocaldır. Səbir isə insanı cavan saxlayır. Bir-birimizə əl tutaq, səbirli olaq. Ramazan ətirli Novruzunuz mübarək olsun.